Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. İman 4 dirək üzərində möhkəmlənib. Səbr və dözümlülük, yəqinlik və inam, ədalət və insaf, cihad və çalışqanlıq. Səbr 4 növdür. Arzu, qorxu, pərhizkarlıq və intizar çəkmə. Buna görə də cənnət arzusu olan kəs, nəfsi istəkləri unudar və onlara göz yumar. Dünyada pərhizkar olan kəs, qəm-qüssəni yüngül sayar. Ölüm intizarında olan kəs, yaxşı və xeyrxalq işlərə tələsər. Yəqin də 4 növdür. Zirəkcəsinə göz açıqlıq, həqiqətlərə çatmaq, başqalarından ibrət götürmək və keçmişlərin yolu. Zirəkcəsinə göz açıq olana düz yol aşkar olar. Hikmət və düz yol aşkar olan kimsə, müxtəlif hadisələrdən ibrət götürməyi öyrənər. İbrət götürməyi öyrənən kəs, keçmişlərin arasında olmuş şəxsə bənziyir. Ədalət də 4 növdür. Düzgün anlamaq üçün diqqətlilik, elmin həqiqətinə çatmaq, yaxşı hökm çıxarmaq və dözümlülüyü möhkəm saxlamaq. Buna görə də şəxs diqqət edərək düzgün başa düşsə, elmin həqiqətini əldə edər. Elmin həqiqətini əldə edən kəs, din qaydaları əsasında hökm çıxarar. Səbirli və dözümlü olan kəs isə öz işində səhlənkarlıq etməz və xalq arasında yaxşı adla yaşayar. Cihad da 4 növdür. Yaxşılıqlara əmr etmək, pisliklərdən çəkindirmək, danışıqda düzlük və pis əməl sahibləri ilə düşmənçilik. Beləliklə, hər kim yaxşı işlərə əmr etsə, möminlərə qoşularaq onları gücləndirib. Pis işləri qadağan edən kəs, münafiq və ikiyüzlülərin burunlarını torpağa sürtüb. Danışığında düz olan kəs, boynunda olan şeyi yerinə yetirib. Kim pis əməl sahibləri ilə düşmənçilik etsə və Allaha görə qəzəblənsə, Allah da ona görə qəzəblənər və qiyamət günü onu şad edər. Küfür də 4 sütun üzərində dayanıb. Dərinə getmək, inatkarlıq və çəkişmə etmək, haqdan əl çəkmək, düşmənçilik və haqqa tabe olmamaq. Dərinə gedən kəs düz yola ayaq basmayıb. Nadanlıq üzündən çox inatkarlıq göstərib, çəkişməyə düşən şəxsin haqqa qarşı kör olması həmişəlikdir. Haqdan əl götürən şəxsin yanında yaxşılıq pislik, pislik isə yaxşılıq olar və o, azğınlıq sərxoşluğu ilə məst olar. Düşmənçilik edərək, haqqa tabe olmayan kəsin yolları çətinləşər, işi ağırlaşar və çıxmaq yolu daralar. Şək də 4 növdür. Söz güləşdirmək, qorxmaq, sərgərdanlıq və təslim olmaq. Mübahisə və söz güləşdirməyi özünün adəti etmiş kəsin gecəsi gündüz olmaz. Qarşısındakı şeyin qorxutduğu kəs arxaya qaydar. Kim şübhə içərisində avara və sərkərdan qalsa, şeytanların ayaqları onu tapdaq edər. Dünya və axirəti məhv etməyə təslim olan kəs, dünya və axirətdə məhv olar. Dünya əhli yuxuda olduğu halda aparılan karvan kimidir. Dostları əldən vermək qürbətdir. Azı bağışlamaqdan utanma, çünki ümidsiz qoymaq ondan da azdır. İffət, yoxsul və kasıbın zinət və bəzəyi, şükür etmək isə varlının yaraşığıdır. Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Yaxşı işin sahibi yaxşılıqdan daha yaxşıdır və pis işin sahibi pislikdən daha pisdir. Bəxşiş edən ol, amma israf və yersiz həddə yox. Mötədil ol və xəsis olma. Varlılıq və zənginliyin ən üstünü arzuları qəlbə buraxmamaqdır. Kim xalqın inciməsinə səbəb olan şeyə tələssə, onun barəsində bilmədikləri şeyi danışarlar. Arzusunu uzadan kəs əməlini pisləşdirib. Oğul canım, məndən 4 və 4 şeyi yadında saxla ki, onlarla gördüyün heç bir iş sənə zərər gətirməz. Var dövlətin ən üstünü ağıldır. Ən böyük yoxsulluq ağılsızlıqdır. Ən böyük qorxu xudpəsəndlikdir.
ən üstün böyüklük xoş xasiyyətlilikdir. Oğul canım, axmaqla dostluq etməkdən çəkin, çünki o sənə xeyir vermək istəyər, amma ziyan vurar. Xəsis adamla dostluq etməkdən çəkin, çünki o çox ehtiyacın olan şeyi səndən əsirgəyər. Pis əməl sahibi ilə dostluq etməkdən çəkin ki, o səni lap az şeyə satar. Çox yalan danışan adamla dost olmaqdan çəkin ki, o uzağı yaxın və yaxını uzaq edən ilğım kimidir. Müstəhəbbi əməllər vacibata zərər yetirəndə, onların vasitəsilə Allahın rəhmətinə yaxınlaşmaq rəva deyil. Ağıllı adamın dili qəlbinin arxasındadır. Axmağın isə qəlbi dilinin arxasındadır. Allah xəstəliyi günahlarının silinməsi edib. Buna görə də xəstəlik üçün savab yoxdur. Amma günahları aradan aparır və onları yarpaqların tökülməsi kimi tökür. Savab və mükafat dillə danışmaqda, əl və ayaqla olan əməllərdədir. Nöqsan sifətlərdən pak və uzaq olan Allah bəndələrindən istədiyini niyyətinin paklığı və batininin saflığına görə cənnətə daxil edər. Əgər bu qılıncımla möminin boynunu kökündən vursam ki, mənimlə düşmən olsun, düşmənçilik etməyəcək. Həmçinin əgər bütün dünyanı münafiqin başına töksəm ki, məni sevsin, sevməyəcək. Təhsil görməmiş Peyğəmbərin dilində belə cari olub ki, ya Əli, mömin səninlə düşmən olmaz və münafiq səni sevməz. Allah yanında səni qəmləndirən pis iş səni məğrurluq və öyünməyə vadir edən yaxşılığından daha yaxşıdır. İnsanın qədir-qiyməti onun himməti miqdarındadır, düzlüyü isə cömərtliyi miqdarındadır. Həmçinin onun şücaət və cəsurluğu şərəfinin qədərində, çirkin və nalayiq işləri ar bilməsi miqdarındadır. Eləcə də namus və isməti qeyrəti qədərdir. Qələbə uzaq görənliklədir. Uzaq görənlik fikri işə salmaqladır. Fikir isə sir və gizli şeyləri qorumaqladır. Səxavətli və cömər şəxsin ac olanda hücum etməsindən qorxun. Həmçinin alçağın tox olandakı hücumundan çəkinin. İnsanları nəhv etmək və bağışlanmağa ən layiq olanı, onların cəzalandırmağa ən çox qüdrət və imkanı olanlarıdır. Səxavət və bağışlamaq onu istənilmədən etməkdir. İstək ilə edilən şey isə xəcalətlilik və məzəmmətdən qurtulmaqdır. Ağıl kimi sərvət yoxdur, nadanlıq kimi yoxsulluq yoxdur, ədəb kimi miras yoxdur, məsləhət və məşvərət kimi arxa və dayaq yoxdur.